Herkese selamlar dostlar. Yeni bir Brawl Stars videosuyla Brawl Stars 2026'nın bölüm 2'si ilə qarşınızdayım. Dostlar, yeni shorts videosu paylaşmışam. Həm Əli ilə akım eləmişik, həm də Edgar'ı 1000 kupa bir prestij elədiyim videomda shortsda paylaşmışam. Həm də ki Piper'da postda paylaşmışam. Onda prestij elədim. Dostlar, yeni gələn alaşağı modu çox gözəldir. Yəni öldürdüyünüz hər kilə ayrı kupa verir. Bir maça 20 kupa falan qaçırsınız. 42.312 oldu videosuz. Bugün isə keçən bölümdə çıxartdığımız boltu kasacağım. Heç kasmamışam, video saxlayırdım. Görün necə karakterdir. 7-ci səviyyədə elədim. Elə videoda bolt mevzud edilən var. Məncə indirib bunu alaq. Hamı da gördüm bundan. Və bugün 150 kupa falan kasacağıq. Dostlar tez-tez verir kupaları. Sonra Brawl Stars videolarımıza davam eləyəcəyik. Dostlar, kanala abunə olub like atmağı, bildirimlər açıb, şərh yazmağı bol-bol gözləyirəm hər videomda sizdən. Maç başladı. Oyunun başında belə bir şey gəlir, 6 saniyəlik. Görün necə karakterdir. Ha, belə karakterdir. Amma çox az vurur. Həqiqətən çox pis karakteriymiş. Elə hamı bu karakteri heç tərifləmirdi demək olar. Çox pisdir də. Yəni bir dənə yük qıra bilmədim, alışa bilmədim. 2 dənə onsuz da mərmisi olur. Bilməm bu niyə belə oldu. Kalkan aldım. Kalkan da tez qutardı. Nə tez qutardı. Colt necə öldürə bilmədi də? Yəni məni bu qədər zəif karakteri necə yox eləyə bilmədi? Frank nə boyda da olur? O boyda karakter olur. O süperi bax qəşəngdir. Ultisi qəşəngdir. Frank üstümə gəlir. Oy. Şöyle hiper bastı, süper bastı. Boltu mən oynaya bilmirəm. Ne oynaya bilmədim mən? Qəşəng uçdum. Basıb belə saxlayanda belə yerdən dığırana gedir. Kimə basım peri ultini. Qəşəng vurur ha. Amma çox az vurur da, 850.000 falan belə vurur. 4 oyuncu qalıb məndən bərabər. Şeyli Frank orada aldı. 2 dənə şeyli qalıb. Mən təkəm amma. Qəşəng kalkanı bastım. 2-ci olsam belə bəsdir. 3-cü olsam belə bəsdir. 1-ci liyin kupasını verir. Onun görün indi neçə kupa verəcək. 12 kupa verdi. Başlanğıc belə oldu. Dostlar, belə Brawl Stars videolarının davamı gələcək. Bugün çox video atmışam. Dünən attım video, bugün də attım, post attım bir dənə. Abunələrinizi, like'larınızı gözləyirəm. Ben bu karaktere alışım biraz. Şöyle dostlar, ben biraz kasım gəlirəm. Dostlar, 2 maç attım. 2 maçın nəticəsində çox yaxşı kupa kastım. 2 maçda 47 kupa kastım və
Sizə dediyim kimi aldığınız hər kilin başına 2 puan deyirəm, 2 kupa artıq verir. Bolta mən alışa bildim. Ultisindən, aksarından falan çox güclü olur. Bir dənə bunun emojisinə baxın. Devam edirik. Şöyle arxadan sıxıb çox pis. Dığıramağı çox qəşəngdir. Mən indi şeyin arxasına düşdüm. 4-dən yükün almışsın şey aldı da. Botlar gəlir hələ ki. Çox asandır yəni. Həm də bu modun verdiyi kupa çox qəşəngdir. Olar ölməyim, nə olar qəşəng. Kalkanı mənə qorudu. Gördüyünüz kimi 24 kupa kazanma serisindən bir yerdə. Sizə başqa mod oynayaq. Bu qədər bu modda oynamayaq. Onsuz kupanı yaxşı kasmışıq. 800 gəldi, ekstra böyük. 800 yazdı. Baxaq. Oy, kim çıxdı? Ayda, tribün Moe. Karakteri o dəqiqə bildim çıqqıllığından Moe'dan, amma məndə Moe yoxdur. Gərək karakteri çıxardı. Oyuna çox qəşəng kostyumlar gəlib dərkən cəzəmdən 500 altın. Ekstra böyük yenə. 9 yazdı. Nələr olur? Ancaq bunlardan gəlib, bezdim bunlardan, amma çox qəşəng şey etki eləyir. Keçək başqa moda. Başqa mod hara girə bilərik? Bilməm, savaş topuna da girə bir. 150 kupa eləyib çıxıram. Çıxıram deyəndə videonu sonlandıracağım. Dostlar, oyuna başladım. Bu arada dostlar, indi yadıma düşür. Ne kasır bu oyun? Çok pis. Kasır. Yani düzələr, amma gol yedik. Bu arada dostlar, əli ilə yeni challenge'lər gələcək. Challenge'lər. Hələ nə bilim, nədir də deyə bilmirəm mən. Challenge'lar gələcək əli ilə. Bir dənə də bot var, yox, Moe'ymiş. Bu arada qol atdıq. PES 2013 falan kapışması eləyəcək. Bu dəqiqə mən istəsəm PES 2013 açıb oynayaram. Bu dəqiqə düz yanımdadır. Amma əli gəlsə bugün bizə qəşəng kapışma eləyərik. Biber yeməli azı şeyli, cəzalı. Bu arada dostlar, bizim biberlərimiz çox azdır. Yəni bir dənə ağzı biberi çox pis. Deməli, dostlar, videonu açmaq yadımdan çıxıb. Amma maça təzə başlamışam. Nor da çox qəşəng karakterdir. Əliyə təzə Nor çıxdı. Çıxdı deyəndə açdı da. Efsanevi karakteri Nori. O təzə gəlib. Tez qolları oraq. Sonra gördüm, savaş topunda çox az kupa verir, həm də çox çəkir. Yenidən qayıtdım bu hesablaşma alaşağı moduna. Nə deyəcəkdim mən? Bu arada da 6 kazanma serimiz var. Kalkan basanda heç kimə hasar verə bilmir də, yəni. Yox, olsa belə hasar verə bilmir, amma 3 dəfə serimizi itirdik. Amma yenə də kupa verir, amma bir kupa çıxdı. Kazanma serimiz getdi.
4 prestij olmuşam. Bu arada dostlar, izlənmələrimiz çox pis zəifləyib. Əvvəldən isə güclü deyil idi. İşte maksimum dəstək gözləyirəm. Tez uçduq. Aksesuar bastım. Azını qoydum qəşəng, amma melodiya xarakterləri. Həqiqətən mən oyunu buraxandan sonra 6-7 ayda çox oyun dəyişdi. Yəni 50-ci sezona falan gəldikdə, axırıncı dəfə baxanda şeydim, 39-35 belə. Yəni hər ay yeni sezon gəlir. Oyun 2017'də falan baş, birinci sezon. 50 neçən sezondayıq. Ağustos'un 2026'dır. Ağustos 2026 yox, 2026'nın Ağustosu və Dostlar, bayaqlar 23 kupa verdi. Demək olar ki, bu son maçımızdır. Videonun çox uzun olmaqlarını istəmirəm. Həqiqətən mod çox qəşəngdir, alışan modu. Tam qaz kupa kasmağa davam edirik dostlar. Hər gün yox, arada videolar gələcək. Bu arxasından elektrik bırakır mənə. Ulti basanda bırakırmış. Piç idi, nə idi bu karakter? Nəsə qəribə alvar idi. Onu da aldıq. MZ sonradan karakter. Əvvəl Brawl Stars çox sədə idi. Yəni maraqlı bir şey yox idi. İndi çox maraqlı olub. Və son maçımızda oynadıq. Son kilimizi də aldıq. 21 kupa, cəmsi 22 kupa kazanma serisi ilə bir yerdə. Sağ olun dostlar, salamat qalın. Bugün 42468 kupa olduq. Yəqin ki, gələn videolarda falan 43.000-i rəsmiləşdirəcəyik. Sağ olun, salamat qalın.